Bunlar nədən ibarət? Doğru, dürüst insan olmalı. Yəni, valideyn ilk öncə özü doğru olmalı, dürüst olmalı ki, uşağına da doğruluğu nümayiş etdirə bilsin. Mərhəmətli olmasın, səbirli olmasın. Çətindir, əsəbləşdirəcəklər, sərhədləri pozacaqlar. Orada bizim səbirli olmamız şərtdir. Nəzakətlə yanaşmamız lazım. Bir səhv edəndə, bir yanlış edəndə onu kobud şəkildə deyil, nəzakətlə ona izah etmək şərtdir. Anlayışlı olur. Bəzən qoyduğumuz qaydalar pozula bilər. Dünya dağılmamalı. Uşağın dünyası dağılmamalı. Orada anlayış göstərmək, səbəbini öyrənmemiz lazım. Emosional zəkalı olmalı. Yəni, valideyn öz duyğularını, hisslərini idarə etmək bacarmalıdır. Ani öfkələr, agresiyalar, qəzəb tutmalar uşağın bütün güvən sistemini məhv edir. Bir anda əsəbləşdir. Uşağın dünyası məhv olmalıdır. Bərpa da vacibdir daha sonra danışaq. Vicdanlı olmasın, əxlaqlı olmasın, fədakar olmasın, yeniliklərə açıq olmasın. Mən öz valideynimdən belə görmüşəm. Artıq dünya dəyişir, müasir dünya. Yeniliklərə açıq olmaq şərtdir. Kim deyir ki, biz kamil böyümüşük, yəni valideynlərimizi kamil övlad yetişdir. Onların etdiyi hər davranış doğrudur. Ədalətli olmaq, bütöv və vahid şəxsiyyət olmaq. Bu nə üçün vacibdir? Yəni, valideyn dəyişkən xarakterli olmamalı. Bir gün belə, bir gün belə olmamalı. Uşaq qətiyyəti görməlidir. Tadakı, anadakı o qətiyyəti görməlidir. Vahid